Məsələn, İbn Teymiyyə Bəyanu Təlbisil Cəhmiyyə fi Təsis Bid'ihimul Kəlamiyyə kitabında 7-ci cild səhifə 289-290-da nəysə, deyir ki, hədisin sənədini qaldırır filan kəsə İbn Əbbasa. Deyir ki, İbn Əbbasdan soruşdular: "Ey İbn Əbbas, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Allahın, Rəbbin görübmü?" Deyir, bəli görüb. Necə görübdü? Bir cavan oğlan formasında görüb Rəbbin, qabağından da bir lödən bir bu saçaqlı pərdələr kimi sanki bir lödən pərdə vardı. Ayaqları da sanki yaşıllıqda belə gəzirdi o cavan oğlan. Allah Allah, cavan oğlan. Həmən bu mömin insan, inanmıram İbn Əbbas bu söz desin. İbn Əbbasa elə biləm atılmış iftiradır, böhtandır. Çünki İbn Əbbasın hədisləri bizim kitablarda gəlib də, bizim kitablarda niyə bu yoxdur? Çünki İbn Əbbas elə şəxsiyyətdir ki, Sünni Şiə hamısı onu qəbul eləyiblər. Və bizim hədislərdə, hədisin maşallah İbn Əbbasın hədisləri vardı. İndi İbn Əbbasın şəxsiyyəti barəsində mümkündür. Yəni şəxsiyyəti möhkəm şəxsiyyəti olub ya zəif şəxsiyyəti olub işimiz yoxdur. Amma bir hədis ravisi kimi, alim kimi bütün Sünni və Şiə alimləri qəbul ediblər ki, İbn Əbbas Peyğəmbərin səhabələri içində ən savadlı səhabələrindən biridir və demək olar ki, Bəni Haşim də içində imamlardan sonra bəlkə ən savadlısı elə İbn Əbbasıdır. Yəni İbn Əbbas qəbul olunan bir ravidir. Əgər bu İbn Əbbas bizim kitablara niyə keçməyib? Deməli onda insanın belə deyək də zənni güc gəlir ki, İbn Əbbas atılmış böhtandır. Nəysə, deyir ki, bu ravi İbn Əbbasa etiraz edir ki, deyir, axı Quran-ı Kərimdə ki, la tudrikul əbsar. İbn Əbbas, sən iddia eləyirsən ki, Peyğəmbər Allahı görüb və cavan oğlan formada yaşıllıqda gəzirdi, neyini hələ əcib qərib rəvəsilər oxuyacam qabaqçı hədislərdə. Baxı, Quran deyir ki, la tudrikul əbsar, gözlər Allahı görməz. Sənsə deyirsən ki, Peyğəmbər Rəbbin görübdür. Qalə la ummələk, anon ölsün sənin, özün düzə çıxartmaz, ona bir qarğış deyilədi. La ummələk, yəni anasız, anon ölsün sənin. O ki deyir, la tudrikul əbsar, Allahın nurun görmək olmaz. Amma özün görmək olar. Yəni əksini desəydi, yəni la ummələk, sən ki ayə gətirdin ki, la tudrikul əbsar, gözlər onu görəməz, Allahın nurun görə bilməz. Təzəlli eləyəndə, bi nurihi, la yudriku şey, onda heç nə görməz. Deyir ki, dəlalət edir, zaten buradan bəlkə də ola bilsin. Artıq İbn Teymiyyə sözüdür, deyir ki, bu dəlalət edir ki, onu görüb Rəbbin. Sonra deyir ki, bu ayənin, bu rivayətin zahiri söz gedən ayənə ziddiyyət təşkil edir. Və ona cavab verildi. Dəlalət edir ki, onda eyni görülübdür. Necə ki, deyir ki, İbn Teymiyyə deyir. Necə ki, səhih bir hədisdə Qətadədən bu cür nəql olunubdur. Ən İkrimə, ən İbn Əbbas. İkrimə, İbn Əbbasın şagirdidir. İkrimə, İbn Əbbasdan nəql edir. Belə haşiyə çıxıb söz deyirəm ki, bizim də rivayətlərdə var. Ola bilsin ki, imamların xüsusi bir rəğbəti varmış bu İkriməyə. Sünni də olsa sanki bir rəğbəti varmış. Çünki İmam əleyhissalam, İmam Baqir əleyhissalamdan da rivayət zahirən deyir ki, əgər İkriməni axır vaxtında dərk eləsəydim ölüm anında, lənəfə'tuhu bi şeyin. Deyir, İmam qayıtdım ki, Yəbnə Rəsulullah ağacan, nə ilə fayda verəcəkdin? Deyir ki, ma entum aleyh. Yəni sizə öyrətdiyim əqidən öyrədəcəkdim, o da ölüm anda da olsaydı fayda verəcəkdi, yəni Əli İslam vilayəti. Yəni zahirən İbn Əbbasın tələbəsi idi və mümkündür, yəni Sünni də olsaydı, yəni yola yaxın bir Sünni idi ki, İmam Əliyədən sanki bir belə də ürək ağrısından danışır, kaş məsələn onun axır anda olsaydı onu hidayət eləyə bilərdi. Yəni hidayətə yaxın bir adamdır kimsə. Nəysə, əl-mühim. Deyir ki, Ekrimə İbn Əbbasdan belə nəql edir. İbn Teymiyyə deyir. Mən Rəbbimi cavan oğlan formasına gördüm. Üzündə tük olmayan, yəni uşaq kimi 14-15 yaşında üzünə tük çıxmır. Ərəb onda əmrəd. Uzun saçları vardı belə, yoğun saçları vardı, vəfrə bol saçı vardı. Cədun qıtat deyir ki, bir-birinə burulmuş mənasındadır belə qəşəng qıvrım saç belə ərəb formasında. İbn Teymiyyə özü ərəbin kimdən İkrimə ya ərəbin saçı formasında Allah da özü təsəvvür edirlər ki, belə qıvrım belə yoğun saçları vardı. Fi ravdatin xadra, yaşıllıq bir bağçanın içində idi. Allah gəzir bağçanın içində belə. Cavan oğlan formasında, üzündə tük də yoxdur, belə qəşəng saçları da var. Bunu kim deyir? Bunu İbn Teymiyyə özü yenə deyirəm, mən bilmirəm. Qabağımdakı proqram deyir ki, İbn Teymiyyə həmin o kitabın adını da oxudum. Bəyanu Təlbisil Cəhmiyyə kitabında 7-ci cüz səhifə 289-290 deyir ki, hada hədisun sahih. Səhih hədisdə İkrimədən bu cür nəql olunubdur. Yaxşı, bizə deyirsiniz ki, qəbir ziyarətinə getdinsə, sən müşrik oldun. İmam Hüseyin əleyhissalamla bir şey istədinsə müşrik oldun.
Nə deməkdir müşrik? İddiyoz eləyirsə, yəni Allahdan başqasından bir şey istəmirsən. Mən Allahdan başqasından bir şey istəyəndə müşrik oluram. Sənsə Allahı qıvrım saçlı, qara bəni göyçək oğlana bənzədəndə müşrik olmursan. Əgər müşriklikdirsə, Allahdan başqasına bir şey istəyəndə müşrik olsun, Allah bir şeye bənzədən də müşrik olsun. Necə ki Allah Qur'an-ı Kərimdə buyurur ki, leysə kəmislihi şey. Allahın misli yoxdur, Allahın bənzəri yoxdur. Hər gün bütün müsəlmanlar ən azından 10 dəfə Qur'an Qul Huvallah surəsinin namazımızda nə oxuyuruq? Və ləm yekulləhu kufuven əhəd. Heç bir şey onun bərabəri misli ola bilməz. Səninsə deyir ki, Səhih hədisin İbn Teymiyyə Səhih hədis deyir ki, Peyğəmbər Allahı gördü. Allah cavan oğlan formasında üzü qırxa, üzünə tük olmayan, hələ üzünə tük gəlməmiş cavan oğlan formasında qalın qıvrım saçları vardı belə. Mən deyəndə müşrik olan İmam Hüseyin əleyhissalamla şəfa istəyəndə, pul istəyəndə müşrik olan, amma sən Allahı cavan oğlana bənzədəndə müşrik olmursan. Heythəmi Məcmu'z Zəvaiddə belə nəql edir. Məcmu'z Zəvaid kitabı 7-ci səhifə 178-də hədisin nömrəsi, bu mümkün o qədər mühüm olmasın. Ümumən bu cür məsələlərdə artıq qədimki dünyada ki, hamının qabağında kompüteri var, 2-3 cümlə yazmaqla çıxardacaq. İndi bu səhifə olmasın, o bir səhifədə olsun. Mühüm odur ki, mən o ibarəni ki, oxuyuram ərəb dilində, yazdı, atdı Google-a, oradan dərhal çıxardacaq. Xülasə, yəni qabağımdakı nüsxə ilə dedim 7-ci səhifə 178, bu o qədər mühümdür. Hədisin nömrəsi 11738. Adətən hədisin nömrəsi dəyişmir. 11738-ci hədisdə Ən Abdurrahman ibn Ayiş ən bəzi əshabin Nəbi sallallahu aleyhi və aleyhi və səlləm, təbii ki, və alihin mən deyirəm, onlar demirlər. Ənə Resulullah sallallahu aleyhi və aleyhi və səlləm, bir gün də Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm gəldi, çıxdı səhabələrin içinə, par-par parıldı. Yəni, elə insana ki, bir gözəl bir şey bəxş olunan da, gözəl bir neymət bəxş olunan da içindən bir sevinç hissi ilə gəldi, çıxdı səhabələrin içinə, gözəl qoxu ilə, gözəl bir sima ilə, üzün nur parıldayır və yaxud da ki, nur saçır, sarımtılı nur da içindədir. Nədir bu? Fəqalə, ma yəmnəuni və ətani Rəbbi əlleylə fi əhsəni surə. Niyə də sevinməyim ki, bu gecə Rəbbim mənim yanıma ən gözəl formada gəlmişdi. Mən yatmışdım, Allahım gəldi mənim yanıma. Fəqalə, ya Muhammed, fəqultu ləbbeykə Rəbbi və sə'deyk. Məni çağırdı, ey Muhammed deyə çağırdı, mənim ki, ləbbeykə və sə'deyk, ləbbeykə sözünün mənası, yəni əmrinə hazıram. Sə'deyk, yəni bütün səadətimlə yəni hazıram. Yəni sevinc içində əmrin yerinə yetirməyə hazıram. Ləbbeykə və sə'deyk ərəbin bir nəfər əgər böyük bir şəxs özünə aşağı bir şey əmr eləyəndə, qarşı tərəfi razı salmaq üçün gözəl də söz. Ləbbeykə və sə'deyk. Yəni ləbbeykə, ləbba, yəni əmrini yerinə yetirməyə hazıram. Sə'deyk, yəni səadətimlə, yəni bütün varlığımla o işi görməyə hazıram. Ya Muhammed fəqultu ləbbeykə Rəbbi və sə'deyk. Mənə qayıt dedi ki, sən bilən yuxarı mələul əla, yəni yuxarı səviyyəli mələklər, yəni yuxarı göy aləminin əhli nəyin üzərində bir-birinə mübahisələşirlər? Qultu la ədri. Daha da rəqabətə girirlər. Nəyin üzrə rəqabətə girirlər? Yəni münafisə ilə, yaxşı ilə. Qultu la ədri ey Rəbbi. Dedim, Allahım, mən bilmirəm, ey mənim Rəbbim, bilmirəm. Elə ki, bu sözü dedi, mən dedim, bilmirəm, 3 dəfə təkrar dedim, ilahi, mən bilmirəm, başa düşmürəm. Allah Taala gətirdi, əlin qoydu mənim bu kürəyimin bu yuxarı hissəsinə də, bu iki hissəsinə. Elə içim rahatlandı ki, o soyuqluğun iki döşümün arasında hiss elədim. Əlin ki, Allah Taala gətirdi, qoydu ora, cavuzurdu. Hətta təcəlla li ma fis semavati və ma fil ard. Ta ki, göylərdə və yerdə nə sir var, hamısı mənim üçün kəşf olundu. Bunun problemi yoxdur. Məcazi ifadə ilə bizdə də çoxdur bu cür. Allah gəldi, Allah belə dedi, Allah baxdı, Allah. Biz və sünnilər demiş ki, bunlar bizim məcazi ifadələrdirlər. Ona görə bizim problemimiz oldu. Bizlə sünnilərin, klassik sünnilərin problemi yoxdur. Allah gəldi, Allah baxdı, Allah baxdı. Onlar hamısı nə deyir? Yozuru başqa mənalara. Amma vəhabilər deyir, nə gəlibsə ki, onu o cür qəbul eləyir. Ona görə onlarla davamız vardı. Sünni alimlər deyirlər bu şeylər. Deyir ki, sünnilər də deyir bu cür hədislərdə ki, yozaq o tərəf bu tərəfə. Ki, elə bir məna ki, Allahın Allahlığına xələl gəlməsin. Və cəə Rabbuka vəl mələku saffan saffa. Rəbbin gəldi, mələklər səfsədi. Dərhal deyir ki, cəə əmru Rəbbik məsələn. Rəbbindən əmr gəldi, mələklər sırası oldu. Allah gəlməz ki bu cür. Elədir. Xülasə, yəni, sünnilərin və şiyələrin, klassik sünnilərlə şiyələrin bir problemi yoxdur. Əgərsə deyir, Allah gətirdi, əlin qoydu, məcazi mənaya yozuruq. Deyir, məcazi mənaya, yəni Allah Taala
Peyğəmbərin qəlbində elm dəryalarını cuşa gətirdi, nə bilim, neynədi, bu olar. Bunda problem yox. Necə ki deyirik, Əli Əleyhisselam deyir ki, Peyğəmbər ölüm anında mən üçün elmdən min qapı açıldı, hər qapıdan min qapı açıldı. Burada bir qəbahət, bir qəribə bir şey görmürük. Əgər məcazi mənasını ifadə edirsə, Allah gətirdi, əlin qoydu Peyğəmbərin kürəyinə, yəni elmin əta elədi. Burada heç bir qəribəlik yoxdur. Amma Vəhabilər bu cür qəbul eləmir. Vəhabilər deyir ki, nə varsa gəl ki, onu zahirin qəbul eləyəsən. Allahın əli, yəni Allahın əli. Allahın üzü, yəni Allahın üzü. Gözü, yəni gözü. Onunla da problemimiz. Ona görə indi ki siz iddia eləyirsiniz ki, hədisin zahirinə nə gəlibsə höccətdir, məcazi mənaya yozmaq olmaz. Onun üstün dediyinizə görə Allah gətirdi, əlin qoydu Peyğəmbərin kürəyinə. Yəni Allah Taala indi sizin etiqadınıza görə göy aləmindən gəldi Peyğəmbərin yanına, indi Məkkədə ya Mədinəyə indi nazil oldu. Əlin qoydu, yaxşı, onda Allah emmişdisə, göydə də Allah qalmışdı ya yox. Əgər qalmışdı, onda ikiləşdi. Yox, əgər bir dənə idisə, onda göy Allahsız qaldı. İkisindən birini qəbul eləməlisiniz. Deyir ki, göydə yerdə nə varsa hamısı mən üçün açıldı. Və Allah ayədə oxuyor və kəzzalikə nuri İbrahim mələkutəs səmavati vəl-ard. Nəysə, bizim bəhsimiz budur ki, Peyğəmbərə nə öyrədir, nə edir. Bəhsimiz burasındadır ki, Allahı cismləşdirilər, zahirdə bir cisim kimi gəldi Peyğəmbərin yanına, əlin qoydu Peyğəmbərin kürəyinə.